Buğdanın artıq biçilmə vaxtı gəlib çatıb. Kənddə də təkcə əlövsat dayda qambay olduğu üçün məcburən ona yığıram, çünki heç vaxt bir işi yaritmır. Uzun müddətdə əlövsat qambay sürmədiyindən qambay yatıb qalmışdı. Elə qambay yatdığından da əlövsat dedi bu qambayı bir dənə suya salım, ayılsın, özünə gəlsin bu texnika. Əlövsata izah eləyə bilmədim ki, bu texnikada insan bu canlı deyil, suda özünə gəlsin və nəticədə su bütün mühərrikə doldu və mühərrik artıq işə düşmədi və ekskavatorla dartıb güc bəla ilə çıxardıq. Və usta da baxdı, dedi ki, bu təmizlənməsə işə düşməyəcək. Elə bil kanalizasiya aparatıdır, burada da nə tökülür. Əlövsat qambayın başına onu açıb. Nə qədər təmizləsək də qambay işə düşmədi və son çarəmiz bunu yüksəklikdən aşağı buraxaraq skorusla xodlamaq olacaq idi. Kaş ki bunu da etməz olaydıq. Qambay işə düşdü, amma tormuz xarab oldu. Əlövsat nə qədər tormuza bassa da, ruçnoy çəksə də yenə də yığışdıra bilmədi və ayda da tut gəldim deyib Əltofin traktoruna geyindirir qambayı. Ümid eləyirəm ki, əlövsat bundan bir dərs alar və bir də texnikanı suya salıb oyandırmaq istəməz. Çünki qambayı oyandırmaq istədiyi qambay isə əbədi yuxuya getdi. Daha çox video üçün bilirsiniz nə etmək lazımdır.